Mən Mahmudov Əlzam Yunusov, Bərdər Qaradağlı kəndə yaşayıram. Bölgü çıxış etməkdə məqsədim Qida Təhlükəsizlik Agentliyinin Bərdər Regional İdarəsinin yanıqmaz fəaliyyətindən məndə kifayət qədər çəkilişlər də var. Lazım olsa təqdim edərəm və həmin Qida Təhlükəsizlik Agentliyi ilə laf belə baxışda keçirilərək heyvanlar çöldə kəsilir. Səbəb digər belə də kəsim yerlərinin Qida Təhlükəsizliyin rəhbərliyinin təcili sayəsində bağlatdırıb öz dostunun kəsim yerində istifadə etdirməsini mən belə düşünürəm, mənim şəxsi fikrimdir. Amma bununla da həm də Qida Təhlükəsizlik Agentliyi hara baxırsan sən? Baxmaqda belə hara baxırsan deyəndə, buyur, ət çöldə kəsilir. Bəs o baytarı hara peçatılır, ügə sağlamdır. Laboratoriyanı mənə göstər. Laboratoriyanı mənə göstər, görüm ki, o kəsim yerlərində kəsilən ətlərin sağlamlıq peçatı nətər vurulur? Kəsim yerlərində kəsildi peçatı vurulsun da, sağlamlıq peçatı vurulsun. Bu tamamilə yanlış bir yoldasınız. Bizim əvəz edilməz bir liderimiz var, İlham Əliyev. Cənab Prezident deyir ki, vətəndaşın mən xidmətçisilə bu söz o deyirsə, siz amma nə adam qəbul edirsiniz, nə qəbulunda gələnləri qəbul edirsiniz, ancaq özünüzü tərbiyyətdirməklə məşğulsunuz. Mənim bir şikayətim vardı, o müsahil ərazi vergi idarəsində 3 ay, 4 ay mən ondan cavab ala bilməm, bəlkə o cavab ala bilməm. Bəlkə mal bazarına bağlı, mən şikayət vermişdim, gəldilər, oranın kassa aparatı ödəniş, ədəvət çek verəm aparat yoxdur. 3-4 aparat paylarını getdir. Gəlib baxmışsan, nə edirlər, vururlar. Oyununuzdan qutarım. Mənim tələbim, xahiş edirəm, Bərdər regional Qida Təhlükəsizlik Agentliyi yaratmaz fəaliyyəti aydınlaşdırılsın, məndə olan sübutlar götürülsün və bu agentin rəhbərinin niyə belə etməsi və dərdədə yaşayan insanları zəhərləyib qırmasına mı çalışır, yoxsa nə edirsə bu aydınlaşdırılsın və qanun tədbir görülsün. Üzünü tuturam ölkəmizin prezidentinə, cənab prezident, 11 sayılı ərazi vergi idarəsində 3 aydan çox etdiyim müraciətə rəsmi cavab ala bilməmişəm. Görəsən bunlar çox ağırlıq çəkirlər ki, cavab verə bilmirlər. Mənim ümidim ölkəmizin prezidentinə, əvəz edilməz liderimiz İlham Əliyev cənablarına. Allah sizi qorusun, belə məmurlara da Allah ölüm versin ki, cəmaatla dövlət arasında nəsə yaratmaq istəyir. Amma buna nail ola bilməyəcəklər. Çünki biz həmişə ölkəmizdənik, dövlətimizdənik və İlham Əliyev kimi prezidentimizdənik. Allah sizi qorusun, eləsinə də Allah ölüm versin. Öpürəm sizi.